Kompozisiya ilə dolu mənzili gəlin birlikdə səyahət edək. Özünüzü sanki nağıllar aləmində hiss edəcəksiniz. Geniş və gözəl oturma otağı bütün mebellərlə, əşyalarla təmin olunmuşdu. Buradakı TV stendin gözəlliyinə baxın. Otaqların hamısının qarşısında eyvan. Mənzilin layihəsi idealdır. Qonaq otağının yanında mətbəxi, tavana qədər yığılmış mətbəx mebeli, rənglər möhtəşəmdir. Otaqların hamısında qarşısında vitraj, pəncərə, bütün texniki avadanlıqlarla da təmin olunmuşdur. Və bu hissəyə baxın, görün necə gözəl, uğurlu formada yığılıb, harda kermogranit yerlər görürsünüz, hamısı isti döşəməklə təchiz edilmişdir. Və geniş hol hissəsi. Giriş qapısı. Giriş qapısının yanında boya-boy, özü də dərin olan dolab yığılıb, makyaj güzgüsü. Ümumi sahəsi 137 kvadrat metr təşkil edən mənzilin birinci yataq otağı, döşəmə hissəsi, parketdir, skvazno yelçəkən layihəli mənzildir. Şəhərə, dənizə möhtəşəm mənzərəsi var. Dekorasiyalarda görürsünüz, çox fərqlidir, mənzilə ayrıca gözəllik verir. Hol hissəsində ümumi olan hamam otağı, qızılı işləmələrdən istifadə edilib, daxilində sanitar qovşağı. Nadir hallarda mənzillər çıxır 28 may metrosunun çıxışında. İdeal bir mənzildir. Dəyərli izləyicilərimiz, ikinci yataq otağını görürsünüz, makyaj güzgüsü, yumuşaq mebel dəsti, tavana qədər yığılmış dolab. Dekorasiyalara bir dənə fikir verin, işıqlara, lüstrlər, həqiqətən də valeh olacağınız bir mənzildir. Və davam edək, özünə məxsus bu yataq otağının ikinci hamam otağı, sanitar qovşaqla bir yerdə. Bu gözəl mənzili sizlərlə birlikdə səyahət etdik. Qiyməti və digər məlumatları qeyd edəcəm. Maraqlanan şəxslər buyurub mənimlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.